Təhsil sahəsi bu gün ölkədə ən çox müzakirə olunan bir Bəli. mövzudur. Əgər müzakirə olunursa, demək ki, ən vacib mövzunun olduğunun artıq fərqindəyik. Və mən bunu normal qarşılayıram ki, təhsil haqqında danışılmalıdır. Hər zaman gündəmdə olmalı mövzudur. Bəli. Çünki gələcəyi biz yalnız inşa edə bilərik. Yəni o da yalnız təhsil yolu ilandır. Ümumiyyətlə bir şeyin inkişaf etməsi üçün mən düşünürəm ki, adətən onun daxilində olan problemləri çıxartmalıyıq və problemləri həll etdikcə o inkişaf eləyir. Və bir təhsil sahəsində uzun illər təcrübəsi olan bir insan kimi istəyirəm sizdən bunu öyrənim ki, Azərbaycanda təhsil sistemində bu gün ən ciddi problemlər nələrdir və bunları hansı formada həll etmək olar? Bizim zarafatla çox zaman dediyimiz bir Bəli. söz vardı. Bir yerdə bir iş varsa, orada problem vardır. Bəli. Əgər problemlər varsa, demək ki, o sahədə artıq işlər görülür və işin gedişatında problemlər çıxır. Bu gün Azərbaycan sistemində problem tək tərəfli deyil. Yəni kütləvi və hərtərəfli bir baxışla biz problemləri üzə çıxartmalıyıq. Dünya çox sürətli dəyişir. Əsas o sürətə bizim də adaptasiya olmağımızdır. Yəni o sürəti tuta bilməyimizdir. O sürətə ahənglə davam edə bilməyimizdir. Ən əsas mənim gördüyüm bu gün bilirsiniz, təhsil normalda həyatdır. Biz övladlarımızı, biz şagirdlərimizi həyata hazırlayırıq. Yəni təhsilin fəlsəfəsi həyata hazırlığı məktəb səviyyəsində uşağımıza, övladlarımıza öyrətməkdir. Amma biz əfsus olsun ki, bugün mənim gördüyüm problem və bu yaxınlarda bilirsiniz, övladlarımız abituriyent buraxılış imtahanı verdilər və davamlı müzakirə olunur sualların çətinliyi. Biz əfsus olsun ki, təhsilimizi yekunda imtahana bağlamışıq. Sanki biz 11 il təhsil veririk imtahan üçün. Halbuki imtahan onun üçün bir vasitədir. Biliyi ölçmək üçün bir vasitədir. Amma biz tamamilə imtahana fokuslanmışıq. Həm məktəbdə, həm hazırlıq kurslarında, həm repetitor yanlarında uşaqlarımızı davamlı biliyin imtahan olunma səviyyəsi üçün hazırlayırıq. Bilirsiniz, 1956-cı ildə Benjamin Bloom Bloom taksonomiyasını hazırladı və bu taksonomiyada 6 mərhələ var. Əfsus olsun ki, indi mən bu mərhələləri açıqlasam, biz məktəblərdə bunun iki mərhələsində qalırıq. Belə ki, o mərhələlər birinci mərhələ bilmədir, ikinci mərhələ anlamadır, üçüncü mərhələdə təhlil etməkdir, tətbiq etməkdir, dördüncü mərhələdə təhlil etməkdir, beşinci mərhələdə qiymətləndirmədir, altıncı mərhələdə isə artıq bu fikirdir, bu düşüncədir və yaratmaqdır. Yəni öyrəndiyimiz biliyin yaratmağa, kreativliyə tökmə, yəni həyatda tətbiq etmə səviyyəsinə gəlmədir. Biz çox əfsus biliyin, yəni o taksonomiyada bilmə və anlama səviyyəsində qalırıq. Yəni digər səviyyələrini bitirmirik. Bu bir yanaşma, yəni problemin bir tərəfidir. Biz əfsus olsun ki, məlumatın biliyə və düşüncəyə çevrilmə mərhələlərini tam başa çatdırmırıq. Niyə? Çünki biz onu əzbərlətdiririk. O 11 il sonra 3 saatlıq bir imtahana girəcək və bu imtahanda bu biliyi təsdiqləməlidir. Seçməli variantlar əsasında açıq tipli testlər. Düzdür, bu yaxınlarda artıq digər açıq tipli suallar da qoyulub. Yəni yazı ilə fikrini bildirmə şəkildə suallar da hazırlanır. Bu çox gözəl bir yanaşmadır. Əslində uşaqlarımızın çətinlik çəkdiyi də o mərhələdədir. Normalda ənənəvi testlər problem deyil, şagirdlərimiz bunları artıq bacarırlar. Digər bir məsələ, əsas bir mövzu təhsilimizdə peşəkar müəllimlərin hazırlığı məsələsidir. Əfsus olsun ki, peşəkar müəllim bu gün günümüzün reallığında universitetdən hazırlıqlı şəkildə bizə gəlmirlər. Mən 26 ildir təhsil sahəsində çalışıram. Universitetlər bizə tələbələrini göndərirlər, onlar bizdə təcrübəyə gəlirlər, 4-5 ay bizdə təcrübə keçirlər və yaxud yeni universitet bitirmiş, bizə gəlmiş tələbələrin müdavimləri belə imtahan edirik, sonra onlarla müsahibə edirik. Bu mərhələlərdə görürük ki, universitetdən də bizə hazır kadr gəlmir. Yəni, ən az bir 3 il o universitet bitirmiş bir müəllim üzərində işləmək lazımdır ki, onu artıq auditoriyaya rahatlıqla buraxaq. Bugün təhsili ən güclü olan ölkələrə baxsaq, misal üçün hər zaman Finlandiya bir nömrədir. Deyək ki, Singapur adı hallanır, Cənubi Koreyanın adı hallanır. Bu tipli ölkələrdə
peşəkar müəllim hazırlığı çox ciddi bir mərhələdir. Misal üçün 100% qəbul üzərində pedaqoji sahələrə gedənlərin sayı deyək ki 10, maksimum 15%dir. Yəni çox az sayda tələbə götürürlər, amma bakalavr səviyyəsində, misal üçün Finlandiyada bakalavrı auditoriyaya buraxmırlar. Orada məcburiyyət qoyulub ki, magistr təhsilini də alsın ki, şagird tələbə auditoriyaya buraxılsın, yəni şagirdlərə dərs desin. Müəllimin peşəkar hazırlığı bir digər məsələ da üçüncü tərəfini deyim bunun. Cəmiyyətdə biraz müəllimin nüfuzunu qaldırmaq ən ümdə məsələlərdən biridir. Misal üçün ölkələr var, müəllimlərin artıq dövlət qulluqçusu vəzifəsinə qəbul edirlər. Yəni dövlət qulluqçusu kimi qəbul edib ona o statusu veriblər. Misal üçün bayaq adlarını çəkdiyimiz Finlandiyada belədir, İspaniyada, İtaliyada, Fransada, Almaniyada müəllim dövlət qulluqçusudur. Yəni müəllimin cəmiyyətdə və dövlətdə bir statusu var. Bizdə də var. Bizdə ənənəvi olaraq hər zaman qeyd edirik, müəllim hörmətlidir, müəllim izzətlidir, müəllim şərəflidir. Amma bu sözdür. Bunu həyata keçirtmək daha vacib olardı ki, həqiqətən də bugün müəllim öz tam layiqli yerini görsün.